Allah'ım. Ya bunlar biz gördüğümüz şeyler hiç biraz zayiat olmadılar. 20%, yani 40%'a kadar olur. Deməli, Ama bizde hiç öyle yayınlama olacaq. Ha, problem. Salamünaleyküm müsəlmanlar. Burada Zahir müəllimgilin özünün laboratoriyasıdır. İndi təzə qurulur. Prosesdə daha da professionallaşdırıcılar, təkmilləşdirəcəklər. Artıq cəlalatlar sizdə burada Özbəkistanda özünüzdə də olacaq. Xeyirli olsun, uğurlu olsun. Teşekkür ederim. Bunlar indi hal-hazırda maksimalarımızdır. Burada illi hedefimiz 2 milyon yarımdır. 2 milyon yarım inşallah fikirləşirik ki, 2 milyon yarım istehsal edilir. Çünki müxtəlifdə yəni tək maksimadan söhbət edilir. Əncirdən nara qədər. Bəli. Gilas calahaltıları Gizelladan siz gətirdiniz, Gizelladan yoxlayacaq. Yəni bütün hamısından burada indi inşallah dənəməsini aparırıq. Belə işimiz yeni başlamışıq. Pis də alınmayıb, şükür Allaha. Hamısı jümer sistemlərimiz inkişafdadır. İndi qalıb artırmalıyız. Xeyirli olsun. Mən gördüyüm qədər Zahir bəy, bütün sektorlarda bu vasıflığın burada inkişaf olunması üçün hamını əl atmışsın inşallah. Xeyirli olsun. Buranı da böyütməyə davam edirsiniz. 2 milyon yarım illi istehsalımızı nəzərdə tutmuşuz. Uğurlu olsun inşallah. Bu birinci partiyanızda. Bəli. Xeyirli olsun. Uğurlu olsun. Bir Buranı da göstərmək istədik. Sağ olun, icazə verdiniz. O tərəfdə də kəsib çoxaltırlar da. oranın laminat kabinetimiz. Oranın hamısı bakterisi laminat. Burada kəsilib belə çoxaltırlar. Buranı çekmiyor olar. Göstər. Bu cür markaları yerləşdirilir. Bu tərəfdən də göstərəcəm. Sen gelip sen gelipsen. Ha, o mənada demirəm, mən sözümün canlıdır. Nə lazım canla başla eləyəcək. Hadi orada basmalı orada mən şey Tapşıracaq biz ona eləyəcək. Siz getirsiniz. Elxan səni tapşır diye. Tapşırad o. Elxan səni tapşır. Olur da. Ola bir-birini tapşırır. İkisi de bir-birini. Nə qəşəng bir şey bir-birini tapşırma. Siz de Elxan Vaxt sizi eləyəm gəlsin. buranı. İnşallah özüm gələcəm o vaxt. Gəzməliyəm. Mən çünki in vitroda problemlərimiz çoxdur. Şərait baxımından çoxdur. Elə bir dənə konteyner içində heç nədən 5 dəqiqənin içində quraq hə, sabah başlayırıq qurbağa. In vitro ilə qurulur. In vitro 3 ay ancaq elə onun binasının izolyasiyası getməlidir. Havalandırma xətti çəkilməlidir. Qurmuşu fikirləşdirən ki, kondisionersiz içəri qızmır. 18-17 dərəcə temperatur. Kondisioneri qoymuşuq ki, içəri qızdırır. Dədəboman üsulunu eləmişsiniz. Dədəboman. Türkiyə çağırır. Hə, inşallah düzələcək. İnşallah. Gedək mi? İş ondadır ki, hələ dədə baba yolla elə bu. Hər adam onu quranmır, hələ bir də qurmat zamanı. Valla mən də.